Çayın səviyyəsi də ki tez-tez qalxıb düşür. Onu tənzimləyən axı sesdir. Suyu gah çox buraxırlar, gah az. Ya da heç buraxmırlar, hə? Yox canım, belə şey ola bilməz. Aha. Suyu buraxmanın sanitar norması var. Söhbət ancaq onun az-çoxluğundan gedə bilər. Doğrusu elə mənim əvvəlki sənətim də energetikdir. Necə? Demək istəyirəm ki, mənim sənətim energetikdir. Aha. Bilmək istəyirəm, əgər Aydındır. sesdə... O ki qaldı brakonyerlərə, indi baxaq görək aktlarda nə yazılır. Misal üçün elə keçən il, tək bircə rayonda yoxlama zamanı düz 2 ton oğurluq balıq tutulub, təhvil verilib dövlətə. Nəticədə 90 nəfər cərimə olunub, üstəlik 15 nəfərin işi verilib məhkəməyə. Hələ o biri rayonlarda neçə nəfərə iş kəsilib. Heyf kamiyə göz qoyma olur. Yaxşı ki, yerli cəmaat kömək eləyir. Yazırlar, xəbər eləyirlər. Təzəllikdə elə bir məlumat zat almamısınız. Onu da yoxlamaq olar. Bəli. Bu yaxınlarda ora gedəcəyim. İstəsəz, mənlə gedə bilərsiniz. Çox sağ olun, fikirləşərəm. Onda belə danışaq. 2 gündən sonra sizə zəng vuraram. Buradasınız da, heç yana getmirsiniz ki. Yox. Əla. Deməli, sizlə danışdı. Sonra... Başımız söhbətə o qədər qarışdı ki, çayımız da soydu. Buyurun, xahiş edirəm. Çox sağ olun. Zakir Muradiç, o məktubları mənə göstərə bilməzsiniz. Ayıb sözdür ki. Gedək göstərim. Buyurun. Çox sağ olun. Buyurun. Bu saat tapşıraram, axtararlar da, taparlar da, göstərərlər də.